Bugün Sumqayıt şəhər Şah İsmail Xətai adına 30 nömrəli tam orta ümumi təhsil məktəbində Vətən müharibəsində qazanılan tarixi qələbənin 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinə, qəhrəman şəhid və qazilərimizə həsr olunmuş video sarxılar nümayiş etdirilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Vəliyeva çıxışında Zəfər gününün Azərbaycan xalqı üçün böyük qürur mənbəyi olduğunu qeyd edib. Bugün məktəblərimizdə gənclər vətən sevgisi, qəhrəmanlıq və birlik ruhunda tərbiyə olunurlar. Biz bu zəfəri şəhidlərimizin qanı bahasına qazandıq, onların ruhu qarşısında baş əyirik. Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev şəhidlərin qəhrəmanlığından danışaraq, bu qələbənin xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qazanıldığını vurğulayıb. Məktəbin direktoru Fəridə Cəlilova bildirib ki, Zəfər gününün qeyd olunması hər bir azərbaycanlıların ürəyində vətənə sevgi hissini daha da gücləndirir. Onun sözlərinə görə, bu kimi tədbirlər gələcək nəsillərə tariximizi və qəhrəmanlarımızın fədakarlığını tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışlarda gənclərin elmə, biliyə və milli dəyərlərə bağlı böyüməsinin ölkəmizin gələcək inkişafında mühüm rol oynadığı qeyd edilib. Tədbir zamanı şagirdlərin ifasında vətənə həsr olunmuş musiqilər, səhnəciklər və şeirlər səsləndirilib. Xüsusilə Ağalar Bayramovun bayraq şeirinin sədaları altında üçrəngli bayrağımızın meydana gətirilməsi iştirakçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Qələbə ruhunda keçirilən tədbir iştirakçılarda fəxr, qürur və vətənə sevgi hissi yaradıb. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.